Quranda o qədər ayələrimiz var ki, zahirən onları heç kim başa düşə bilmir. Çıxarış eləyə bilmir. Ancaq bu işdə mütəxəssis olanlar burada çıxarış eləyə bilir. Və sən də mütləqdir ki, bunu kimdənsə öyrəşmirsənsə o zaman sən də onun yolu ilə gedirsən, artıq onun məzhəbindəsən, sən bunu inkar eləyə bilmərsən ki. Hər birimiz bir məzhəbin nümayəndəsiyik. Bu normal bir haldır. Lakin məzhəbçilik fərqli bir şeydir. Məzhəbçilik, əzizlərim, budur ki, insan öz məzhəbini yalnız və yalnız haqq yol bilir və ondan qalan bütün məzhəblərin zəlalətdə olduğunu iddia edir, onları küfürdə ittiham edir, onları təkfir edir. Yəni, təkfirçi ilə məzhəbçinin arasında mən deyərdim, elə də böyük bir fərq yoxdur. Necə təkfirçilərin İslama zərəri var, eyni zamanda məzhəbçilərin də İslama o qədər zərərləri var. Onlar özləri üçün bir dünya qurublar və öz saylarını hər yolla olur, hər vasitə ilə olur olsun çoxaltmağa çalışırlar. Adətən bunlar bir təşkilat formasına gəlib çıxıblar, nəinki bir din, əqidə. Öz saylarını artırmaq və ancaq öz ətrafdakıları ilə ünsiyyət qurmaq, onlardan kənar heç kimi qəbul eləmirlər. Hətta alış-verişi belə özlərindən kənar hər kəslə haram bilirlər. Heç bir müsəlmanla alış-veriş eləmirlər. Və onlar kimi düşünməyən insanları dindən çıxmış bilirlər. Zəlalət əhli bilirlər. Amma heç bir köklü, ənənəvi məzhəbin belə bir düşüncəsi yoxdur. Heç bir məzhəbin belə bir düşüncəsi yoxdur. Saf, təmiz, o ənənəvi məzhəblər başqa məzhəblərə də müsəlman münasibətində yanaşır, müsəlman ünsiyyətində yanaşır.